Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilir. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənir, bəzi şöbələr isə birləşdirilir. Ölkə AS Yeni Sabaha istinadən xəbər verir ki, bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib. Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb. Yenidən formalaşdırmadan sonra icra nümayəndəliklərində şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə icra hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçisi, ev təsərrüfatının uçutu işinin aparıcısı, məsləhətçisi, mühəndis, aparıcı mütəxəssis və xadimə. Cəmi 5 işçi. Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə əhali sayı 10.000-ədək. Onlarda icra başçısı, nümayəndəsi, baş məsləhətçisi, ev təsərrüfatının uçutu işinin aparıcısı, xadimə cəmi 3 ştat. Qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə əhali sayı 10.000-dən yuxarı olanda icra başçısının nümayəndəsi, baş məsləhətçisi, ev təsərrüfatının uçutu işçisinin aparıcısı, məsləhətçisi və xadimə cəmi 4 işçi. Başqa sözlə qəsəbə və kənd icra nümayəndəlikləri formalaşdırdıqlarında əhali sayı nəzərə alınıb. Əhalisi 10.000 nəfərədək olan ərazilərdə icra nümayəndəliklərinin 3,10 mindən çox olanda 4 əməkdaşı olacaq.